Qeyd eləyək ki, Amerika Birləşmiş Ştatları Nümayəndələri Palatasının üzvü Anna Paulina 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. Bu düzəliş ABŞ-nin Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırırdı və dəyərli izləyicilərimiz, bu çox aktual bir məsələdir. 907-ci düzəlişin ləğvi ilə bağlı qərar, məhdudlaşdırılması ilə bağlı qərar əslində avqustun 8-də Vaşinqton görüşündə razılaşdırıldı. İndi isə artıq o prosesin biz irəlilədiyini izləyə bilirik. Bu məsələ üzrə hüquq müdafiəçisi Əhməd Şahidovla danışacağıq. Əhməd bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinara xanım. Əhməd bəy, birinci ondan başlayaq ki, 907-ci düzəlişlə bağlı bu xəbəri biz Vaşinqtonda aldıq. Yəni, Vaşinqtonda əldə olunan razılaşma əsasında yer alan bəndlərdən biri də məhz 907-ci düzəlişin ləğv edilməsi məsələsi idi. Və artıq həmin məsələ sayta da yerləşdirilib və bu deməkdir ki, proses irəliləyir. Bir daha istəyərdim ki, tamaşaçılarımız üçün aydınlaşdırasınız. Bu 907-ci düzəlişin ləğv edilməsi Azərbaycana nə verəcək və Amerika Birləşmiş Ştatlarının bu qərarı verməsinin arxasında hansı niyyət, hansı məqsəd dayanır? Bəli, ümumiyyətlə ondan başlayaq ki, bu azadlığa dəstək aktına 907-ci düzəliş hələ 90-cı illərin əvvəllərində 1-ci Qarabağ müharibəsinin ən belə aktiv mərhələsində qəbul olmuşdu. Məqsəd bir tərəfli olaraq Cənubi Qafqazda gedən münaqişədə Ermənistana dəstək, hərbi dəstək göstərməklə paralel olaraq Azərbaycana hərbi dəstəyi qadağan edən bir qanun layihəsi idi ki, bu təbii ki, Azərbaycan üçün ciddi bir itkilər idi. Bu baxımdan, bu eyni zamanda növbəti mərhələdə Azərbaycan-ABŞ arasındakı münasibətlərə də ciddi kölgə salırdı. Onsuz da o Vaşinqtonda da, Ağ Evdə də, Dövlət Departamentində də etiraf edirlər ki, bu qanun sonraki mərhələlərdə heç işləmədi. Çünki Cənubi Qafqazda, ümumiyyətlə regionda gedən proseslərdə Azərbaycan ABŞ-ın hər zaman yaxın müttəfiqi olub. İstər Əfqanistanda terrorla mübarizə zamanı, ümumiyyətlə qlobal terrorla mübarizədə, enerji təhlükəsizliyi məsələsində və xüsusən də Əfqanistandan ABŞ ordusunun çıxarılmasında bilirsiniz ki, Azərbaycan hərbi kontingenti çox böyük dəstək verib ABŞ-da. Bunu hələ də xatırlayırlar. Amma yenə də belə bir qanunun mövcud olması ABŞ ilə Azərbaycan arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsində ciddi bir əngəl idi və zaman-zaman bu Azərbaycana siyasi təzyiq kimi istifadə olunurdu. Və nəhayət münaqişə bitdikdən sonra, 2007-ci ildə müharibə bitdikdən sonra artıq Amerikada da bu reallığı qəbul etməyə başladılar. Və bu ilin avqustun 8-də liderlərin Ağ Evdəki görüşü zamanı bir çox məsələlər üzrə razılıq əldə olundu ki, bunlardan biri də bu 907-ci düzəlişin ləğvi idi və dekabrın 9-unda xüsusən də siz adını çəkdiyiniz Anna Paulina, onu da qeyd etmək istəyirəm ki, demokratlardan olan konqresmendir və belə bir təklifin məhz demokratlardan gəlməsi, o demokratlar ki, hər zaman onların dövründə Azərbaycan əleyhinə siyasi qərarlar qəbul olunub, Senatda, Konqresdə Azərbaycana qarşı, xüsusən də erməni lobbisinin təsiri altında qərarların, qətnamələrin qəbul olunmasının elə təşəbbüskarları demokratlar olub və bugün demokratlardan olan bir konqresmenin belə bir təkliflə irəli sürməsi bu deməkdir ki, artıq Azərbaycanın önəmi, Cənubi Qafqazda əldə olunmuş sülhün önəmi təkcə Ağ Evdə, Donald Trump prezident səviyyəsində, Dövlət Departamenti səviyyəsində deyil, qanunvericilik orqanda da, hətta Azərbaycan əleyhinə olan siyasi dairələrdə də belə bu reallıq qəbul olunur və bu qanun layihəsində açıq şəkildə Cənubi Qafqazda sülh mühitinin formalaşdırdığı, xüsusən də ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsinin qabardılmasının önə çıxarılması və Azərbaycana tətbiq olunan bu məhdudiyyətin aradan qaldırılmasının Azərbaycan-ABŞ münasibətlərinə gərəkli olduğu vurğulanır və ilk növbədə bilirsiniz ki, qanunvericiliyə görə bu sənəd, bu ilk növbədə Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılır, daha sonra plenar iclasa təqdim olunacaq. Bundan sonra da müzakirələr orada gedəcək. Təbii ki, müəyyən xırda kosmetik əngəllər ola bilər. Yenə də Senatda erməni lobbisinin təsiri altında olan bəzi senatların orada maneə
layihəsi ola bilər, amma bu ümumi ABŞ-ın xarici məsələlər üzrə ümumi siyasi qərarıdır və nəzərə alsaq ki, Donald Trump seçkilərdə təkcə Ağ Evi qazanmadı, eyni zamanda Senatda da böyük üstünlük əldə elədi. Bu baxımdan düşünürəm ki, bu qanun layihəsinin tam ləğvi üzrə bu təklif böyük ehtimalla qəbul olunacaq və 907-ci düzəliş tam şəkildə ləğv ediləcək. Bu Azərbaycanla ABŞ arasında artıq həqiqətən də təkcə sözdə deyil, sənəddə qanunvericilik əsasında yeni siyasi strateji əlaqələrin inkişafına töhfə verəcək və eyni zamanda Cənubi Qafqazda yaranmış sülh atmosferinə ciddi bir dəstək verəcək. Artıq uzun illərdir ABŞ-ın təktərəfli olaraq Ermənistana dəstəyi deyil, ümumən Cənubi Qafqaz regionunda Azərbaycana və Ermənistana bərabər şəkildə dəstəyindən söhbət gedir. Bu eyni zamanda Amerika Birləşmiş Ştatlarının bölgədəki maraqlarına da uyğundur. Az öncə siz süjetdə də qeyd elədiniz, İrana qarşı hərbi əməliyyatlar yenidən gündəmdədir. Regionda İran, Rusiya faktorları ABŞ üçün hələ də təhlükə mənbəyi olaraq qalır. Belə olan halda Cənubi Qafqazda öz müttəfiqlərini sayını çoxaltmaq, onlarla əlaqələri dərinləşdirmək baxımından 907-ci maddənin düzəlişi ABŞ-ın xarici siyasəti üçün önəmlidir. Ona görə də erməni lobbisi və ya onların təsiri altında olan senatorların hansısa kampaniya aparması və bu qanun layihəsinin qəbul olunmasına qarşı çıxması heç bir təsiri olmayacaq. Uzun illərdir ki, artıq 35 ildir ki, qüvvədə olan bu 907-ci maddə nəhayət ki ləğv olunacaq, bir dəfəlik ləğv olunacaq. Çünki indiyə qədər bu dondurulurdu, bunun icrası müvəqqət olaraq dayandırılırdı. Amma bu dəfə tam şəkildə aradan qaldırılır. Bu Azərbaycanın ABŞ və onun müttəfiqləri ilə həyatın bütün sahəsində, hərbi, siyasi, müdafiə sənayesi sahəsində əməkdaşlığının önünü açır və eyni zamanda az öncə dediyim kimi Cənubi Qafqazda sülhün möhkəmlənməsinə ciddi dəstək verir. Gözlənilir ki, 2026-cı ilin birinci yarısına qədər bu məsələ, bu proses tam şəkildə bitəcək. Xarici Əlaqələr Komitəsində bu qəbul keçəndən sonra növbəti mərhələdə plenar iclasda qəbul olunmalıdır. Daha sonra isə Senatda da bu məsələ qəbul olunduqdan sonra artıq rəsmi şəkildə 907-ci düzəliş ləğv olunur ki, bu uzun illərdir Azərbaycan-ABŞ arasındakı münasibətlərə ciddi bir əngəl idi ki, bundan sonra Cənubi Qafqazda Azərbaycan Amerika Birləşmiş Ştatlarının ən yaxın strateji müttəfiqi olaraq əlaqələr inkişaf etməyə başlayır. Əhməd bəy, siz də vurğuladınız ki, burada dondurulmadan yox, tamamilə ləğv etmədən söhbət gedir. Çünki məsələ gündəmə gətirilərkən daha çox bunun üzərindən müzakirə aparılırdı ki, söhbət yenə də dondurulmaqdan gedir, yoxsa birbaşa ləğvindən gedir və demokratlardan olan bir nümayəndənin bu məsələni irəli sürməsi ilə bağlı istiqaməti də xüsusilə vurğuladınız. Bunun üzərindən bir sualım olacaq sizə. Qeyd elədiniz ki, demokratlardan olan bir nümayəndənin bu addımı atması xüsusilə təqdirə layiqdir. Ancaq bir məsələ var ki, Donald Trump dönəmi bitəcək. Yəni, respublikaçıların dönəmi bitəcək. Demokratlar gələcəklər hakimiyyətə. Demokratlar gələcəyi haldır və yaxud da respublikaçılar gələ bilərlər, amma daha çox proqnoz ondan ibarətdir ki, demokratlar gələ bilər. Əgər demokratlar gəlsələr, o zaman bu 907-ci düzəliş məsələsi yenidən nə zamansa gündəmə gətirilə bilərmi? Varmı belə bir ehtimal? Yoxsa bununla düşünürsünüz ki, artıq tarixə qovuşacaq? Yox, tarixə qovuşur. Əgər öncəki administrasiya dönəmində bilirsiniz ki, zaman-zaman az öncə dediyim kimi qlobal terrorla mübarizə sahəsində Əfqanistan və digər beynəlxalq məsələlərdə Azərbaycan həmişə ABŞ-ın ən yaxın müttəfiqi olub və bunları nəzərə alaraq zaman-zaman hər il ABŞ bu qanun layihəsini ertələyirdi. Bunu eyni zamanda Azərbaycana belə bir minnət şəklində edirdilər. Təzyiq vasitəsi kimi istifadə edirdilər ki, bəli, biz növbəti dəfə bir illiyinə bu qanun layihəsinin icrasını dondurduq.
və bu Azərbaycan-ABŞ arasında qarşılıqlı etimadı ikinci dərəcəli, çox zəif şəkildə edirdi və sizin də dediyiniz kimi ABŞ siyasəti təcrübəsində gah respublikaçılar, gah demokratlar hakimiyyətdə olur və nəzərə alsaq ki, artıq 3 ildən sonra Donald Trump'ın prezidentlik müddəti bitir, növbəti dəfə respublikaçılardan olan namizəd olacaq yoxsa demokratlar Azərbaycan-ABŞ münasibətlərini ümumiyyətlə Cənubi Qafqazdakı sülh siyasətini, sülhün gələcəyini ABŞ-dakı seçkilərin taleyinə bağlamaq da düzgün deyil. Sabah demokratlar hakimiyyətə gələndə yenidənmi geri addım atılacaq? Bu suallar bir çox insanın fikirlərində iz sala bilər. Bu baxımdan cavab konkretdir. Bu tamamilə ləğv olunur və belə bir qanun layihəsi ləğv olunduqdan sonra sabah ən kəskin demokratlardan olan bir namizəd belə hakimiyyətə gəlsə ABŞ-da yenidən bu qanun layihəsini diriltmək mümkün deyil artıq. Bu tamamilə ləğv olunur və xüsusən də demokratlardan olan bir konqresmenin təklifi ilə ləğv olunması bunu deməyə əsas verir ki, belə bir zərurət eyni zamanda həm də demokratlar düşərgəsində də qəbul olunur və artıq post-münaqişə dövrünün reallığı kimi qəbul olunur. Bu deməkdir ki, təkdə Donald Trump'ın partiyası olan respublikaçılar tərəfindən deyil, demokratlar tərəfindən də ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılması zərurətliyi artıq qəbul olunur. Təşəkkürümüzü bildiririk Əhməd bəy. Fikirlərinizi bizimlə bölüşdüyünüz üçün və 907-ci düzəlişlə bağlı istiqamətləri təhlil elədiyiniz üçün artıq bu məsələ onu deməyə əsas verir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan əlaqələrində kifayət qədər yaxşılaşma müşahidə olunur. 907-ci düzəliş bu vaxta qədər Azərbaycanı narazı salan əsas məqamlardan biri idi deyə bilərik. İndi isə artıq ləğvi istiqamətində ciddi addımlar atılır.